Tarhan Hüseynov, Offset şirkətində senior DevOps mühəndisi vəzifəsində çalışıram. Həmçinin istifadəçi qrupunun təşkilatçılarından və spikerlərindən biriyəm. Offset Advanced Hire AWS partner olaraq fəaliyyət istiqaməti olaraq biz müştərilərə, enterprise və tech startuplara bulut infrastrukturunun qurulması, bilgisayarlanma, mikroservis, serverless əsaslı arxitekturalar qurulması, süni intellekt automationları, GitOps, bulut, təhlükəsizliyi, effektiv code pipeline delivery backgroundların təmin olması və bu kimi fokusu olan sahələrdə dəstək göstəririk. Bugün sizinlə bölüşəcəyim mövzu əslində bir növ çox uzun-uzadı dilemalar nəticəsində belə deyim, ərsəyə gəlmiş bir ideyadır. Bizim başlanğıc meetup'ın adına, mahiyyətinə, ümumiyyətlə başlanğıclara uyğun bir mövzu seçməyə çalışdım ki, hamı üçün də maraqlı olsun. İstənilən prosesdə, istənilən inisiativdə, istənilən bir növ startda həmişə o başlanğıc anlar çox önəmlidir. Çünki başlanğıc əsasında biz gözləntilərimizi və istəklərimizi təyin edə bilirik. Yəni başlanğıclarda həmişə adi özümüz üçün kino filmdə seçəndə o 2-5 dəqiqə əhəmiyyət daşıyır da, yəni ki, bu maraqlı da ya yox. Çünki başlanğıcda biz qarşımıza məqsəd qoyuruqsa, hər hansısa bir yerdə peşəkar olmaq üçün, effektiv olmaq üçün, yuxarılara, yüksəklərə can atmaq üçün həmin sahədə bizim birinci prioritetimiz həmin sahədə bilik əldə etməkdir. Çünki bilik bütün başlanğıcların təməlidir və uğura aparan yol həmişə bilikli peşəkarların çinlər üzərində qurulur. Təbii ki, burada müəyyən qədər bəxt ünsürü də var ki, məsələn, biznes ideya olsun, startup olsun və ya da sizin hansı bir inisiativiniz olsun, burada bəxt ünsürü də var. Lakin gözəl mütəxəssis olmaq üçün, yəqin ki, bəxt burada, yəni Fortuna ilə heç vaxt gözəl mütəxəssis olan mən şəxsən tanımıram da. Yəni biz nə qədər öz üzərimizdə çalışsaq, bir o qədər şansımızı artırırıq ki, peşəkarlıq səviyyəmiz yüksək olsun və yaxşı bulut istifadəçisi, bulut mühəndisi ola bilər. Ona görə də o deyirlər də güc bilikdədir. Mən sizinlə super gücdən danışmaq istəyirəm. Çünki super güc bilik və action'dır. Yəni bilik və təcrübə. Burada təbii ki, söhbət iş təcrübəsindən getmir, HR-ların sevdiyi kimi. Burada məhz action'dan, təcrübə aparmaq bacarığından gedir. Mövzumuz bu kontekstdə olacaq. Aleksandrın deməli təqdimatı əsasında da başa düşdüyümüz qədər AWS infrastrukturu, AWS Global Network-ı, servis sayı, kateqoriyaları, edge locationları, regionlar, daxili availability zonlar, əlçatanlıq zonaları və bu kimi elementlərin həcmi və AWS Network-ının qlobal bütün qitələri birləşdirən bir kapasitədə olduğunu göz ardına gətirsək, nəzərimizə alsaq ki, bu həddindən artıq böyük bir infrastruktur, böyük bir ekosistemdir. Siz bunun arxasında duran, orada bilik əldə etmək üçün lazım olan o bilik resurslarının ölçüsünü də öz təsəvvürünüzə gətirə bilərsiniz. Yəni biz əgər A-dan Z-yə, end-to-end bütün məlumatları bilmək istəyirsə, bu bir ömür ola bilər. Yəni çox informasiya var, çünki mövzu da böyükdür. Yəni özümüz üçün tədris planlanması aparan zaman birinci nəzərə alacağımız şey o subyektin ölçüsündən ibarətdir. Və subyektin ölçüsü burada həddindən artıq böyükdür. Ona görə də bizə düzgün strategiya lazımdır, düzgün yanaşma lazımdır. Təkcə servis baxımından 24 kateqoriya var, 200-240 plus deyirlər hətta xidmət sayı var. Deprecationlara baxmayaraq xidmət sayı artır, dəyişir, daimi təkamüldədir. Və bu da bizdən təbii ki, tələb edir ki, biz də dayanmadan onu təqib edək, bu yarışda geri qalmayaq. Ona görə də burada qeyd olunan servisləri, bir növ kateqoriyalar və s. nəzəri olaraq nəzərdən keçirir. Yəni, ümumilikdə iqtidar etməyəcəyimiz bir xidmətə storage xidmətləri olsun, databaza xidmətləri, email,
AI ünsürlü hansı ki trendlədir, bu ünsürdə olan kateqoriyalar olsun. Yəni, hər bir xidmət yeni bir imkan, yeni bir istiqamətdir və yeni bir specialty, belə deyək. Biz özümüzü bu, belə deyək, bu aləmdə tapmalı ki, biz hansı istiqamətdə getmək istəyirik. Çünki düzgün mindsetlə, düzgün alətlərlə, düzgün metodologiya ilə yanaşmasaq, bu həddindən artıq ağır və yüklü ola bilər və biz ilk addımdan artıq deyə bilərik ki, bu bir qədər bizi cəlb etmir. Çünki yenə deyirəm, məlumatlar həddindən artıq çoxdur. Gördüyünüz bu belə bir siyahı mənim özlüyümdə, öz təcrübəmdə AWS və community-nin və third-party learning platformların bizə təqdim etdiyi, belə deyim, free vasitələr, free və free olmayan vasitələr də var təbii ki, aralarında, ən çox free olanlardır. Yəni, bizim hal-hazırda əlimizdə olan vasitələr. Aslında ki, biz birinci növbədə faydalanmalıyıq və bu siyahı prioritet üzrə yuxarıdan aşağı gedir və bunun səbəbi var təbii ki. AWS dokumentasiyaları, yəni docs.aws.com, yəni gelib Google search edilən şeylərdən sizə deməyəcəm təbii ki. Rəsmi AWS dokumentasiyaları o qədər səlis, o qədər düzgün və o qədər dəqiq yazılır və maintain olunur ki, bu həqiqətən öz ayrılıqda, yəni böyük bir işdir. Bütün mühəndislər bilir ki, istənilən texniki prosesin düzgün sənədə alınması və maintain olunması çox qəliz bir prosesdir. İndi təsəvvür edin ki, o boyda ekosistemin arxasında duran nə qədər insan bu məsələ ilə məşğuldur və necə professionallıqla, necə peşəkarlıq onlar bunun öhdəsindən gəlirlər. AWS dokumentasiyaları bizim birinci növbədə müraciət etməli olduğumuz source materialıdır, həqiqət mənbəyidir və biz ona həmişə qayıdacağıq. Seçdiyimiz yoldan asılı olmayaraq, əgər biz buludu öyrənmək istəyiriksə, yəni biz buludunu öyrənmək istəyiriksə, biz dokumentasiyalarımızda da həmişə qayıdacağıq və hər dəfə qaydanda özümüz üçün yeni bir şey tapacağıq. Baxmayaraq ki, hər dəfə qaydanda bizim peşəkarlıq səviyyəmiz və bilgimiz artacaq. Biz dokumentasiyaların mövzusunda bir daha qayıdacağıq. Sadəcə olaraq mən sizə bu siyahıda yer alan, yəni verse to mention hissələrdə demək istəyirəm. White papers gördünüz, bu əslində White Papers and Guides bu əslində dokumentasiyanın bir hissəsidir, bir fəsidir. Daha deep dive edir, müəyyən texnik prosesləri daha dərindən incələyən sənədlər toplusudur. White Papers sıralamasında mənim ilk qarşıma çıxan həmişə yadımda qalan White Paper, AWS Well Architected Framework deyilən bir White Paper var. Mütəmadi olaraq yenilənir bu arada. Ona refer eləmək istəyirəm və demək, sizdən bölüşmək istəyirəm onun o 6 sütununu. Nə barədə bu sənəd? Bu sənəd açıqlayır ki, ideal infrastruktur nəyə əsaslanmalıdır AWS Cloud mühitində? İdeal, təbii ki, heç nə olmur, yəni well architected olan infrastruktur hansı məsələlərlə uzlaşmalıdır? Burada var Operational Excellence, mən də bu terminologiyanın tərcümələrində üstə qeyd eləmişəm. Çünki bir o qədər çətinlik çəkirəm, sırf onları birbaşa çevirməyə. Əməliyyat mükəmməlliyi. Yəni, bildiyimiz gündəlik apardığımız əməliyyatların DevOps, hansı ki, CloudOps və s. dediyimiz mütəxəssislərin nəzarət yetirdiyi hissələr, sistemin effektiv idarə olunmaq vasitələri. Burada var təhlükəsizlik, hansının ki, açıqlamaya ehtiyacı yoxdur. Bütün sistemlərin, yəni məlumatların aktiv şəkildə qorunması, risklərin hesablanması, minimallaşdırılması və preventiv meyarlar, performans səmərəliliyi, ayrılan resursların maksimum dərəcədə düzgün tənzimləməsi ki, orada overprovisioning və əksi baş verməsin, sustainability, ətraf mühitə təsir və burada bir məsələ var, reliability, yəni o dediyimiz redundancy, sistemlərin nasazlıqlara qarşı toleransının artırılması. Sadəcə olaraq bu 6 sütundan biri bizim öyrənmə prosesimizə ən çox təsir edən biridir və o costdur, yəni cost optimization. İstənilən vaxt biz praktiki tərəfinə enmək istədikdə cloud mühitlərindən çox da bizi dayandıran səbəblərdən biri bu olur ki, bizə lazımdır playground və free tier o qədər də extended deyil, yəni bizim üçün o qədər də çox seçim yoxdur. Həmişə qarşımızı bu alır və çünki cost bulud mühitində ən çox nəzarət etməli olduğumuz bir şeydir. İndiki yaşadığımız dövrdə, hansı ki, süni intellektin dominant olduğu bir dövrdür. Demək olar ki, texniki cəhətdən həlli olmayan heç nə yoxdur. Lakin
həlli olmayan invoicelar, fakturalar ola bilir, nəzarət olmadıqda və belə olan hallarda ən pis inkişaf istiqamətində proseslər verilir. Bunun qarşısını almaq üçün bizim məhz finans tərəfi, məhz cost tərəfini həmişə nizamlamalıyıq və optimallaşdırmalıyıq ki, biz daima clouddan ən azından təcrübələrimiz üçün və öyrənmək üçün davamlı istifadə edə bilək. Bunu da cover edəcəyik təbii ki önümüzdə. Digər məsələlər, Skill Builder platforması var. Skill Builder'ın içində free learning pass'lər var, əldə edə bilərsiniz. Bu bir növ bildiyimiz Udemy-nin və ya digər Coursera və s. kimi platformaların məhz AWS, yəni providerın özü tərəfindən sizə təqdim edilən öyrənmə platformasıdır. Orada sizə həm nəzəri məlumatlardan faydalana bilərsiniz, həm də hands-on lablardan və s. Yəni ən aktual belə deyək platformalardandır. Sırf AWS tərəfindən təqdim olunur. Educate variasiyası var, biraz daha beginner-friendly editionu var. Developer Center məhz implementasiyalarda o provider sizə təqdim etdiyi SDK-ları, Codebase-in proqramlaşdırma dilləri üzrə sizi bir növ yönləndirən qaydadır. Yəni AWS Blocks and Architecture əvvəllər bir yerdə idi, bu səhifə indi bölüşdürülüb iki yerə. Bu səhifələrdə siz tapa bilərsiniz insanların bölüşdüyü arxitektura patternləri ilə, dizaynlar ilə və onların kodlaşdırılmış infrastruktur nümunələri ilə, platformation stackləri vasitəsilə təcrübə də apara bilərsiniz. Yəni burada gördüyünüz bütün məlumatlar Builders Library AWS developerlərinin paylaşdığı insightlardır. Yəni özlərinin bu cloud development vaxtı üzləşdiyi problemlər, həllər və onlar barədə insightları bölüşdüyü hissədir. Getting Started bildiyimiz standart web səhifədə hansı ki sizi kick-off edir, başladır. Bu ən sadə proseslərlə tanış etməyə cloud mühitində və bildiyimiz AWS Community bir növ AWS-in Reddit-idir. Burada girib postlarla tanış ola bilərsiniz. Educational value'su çox olmasa da çox gözəl platformadır. Yalnız Builder ID vasitəsilə və Dev2 heç bir yerdə yazılı olmayan, amma bütün community builderlərdə istifadə etdiyi öz artikellarını yazmaq üçün olan platformadır. Burada da çox gözəl, belə deyil, insanların sırf individual istifadəçilərin paylaşdığı çox gözəl məqalələrlə tanış ola bilərsiniz. Bütün bu savaddarlıqların əslində nəzəri biliyi sizə belə deyək, çatdıran platformalardır. Nəzəri və hands-on da var təbii ki arasında, amma daha çox nəzəri bilikdir. Yəni siz bunu oxuyursunuz və siz bunun əsasında nəsə etməlisiniz. Digər worth to mention burada AWS sertifikasiyalardır. Bu mənim də sevdiyim bir mövzudur. Mən də xoşlayıram medalları, əsasən LinkedIn-də paylaşmalı və s. Amma bu bir söz var, deyir, otaqdakı fil haqqında danışmaq istəyirəm. Heç kəsin danışmaq istəmədiyi. Sertifikasiyalar nə qədər gözəl bir vasitə olsa da, Learning Pass, yəni hər bölmə üzrə siz kurslarla tanış ola bilərsiniz, elə Skill Builder platformasından başlaya bilərsiniz o nəzəri informasiyanın, o ssenari həllərini öyrənməyə, hands-on lablar, test nümunələri və s. Və bir müddətdən sonra siz başlanğıc state'də olmanıza baxmayaraq, o sertifikasiyalara layiq bir nəzəri bilginin sahibi olacaqsınız və imtahanlarda keçəcəksiniz. Burada gördüyünüz kimi sertifikasiyalar 4 kateqoriyada olur. Başlanğıc kateqoriyası Foundational, Associate, Professional və Specialty Level və hər birinin ayrı-ayrılıqda özünə məxsus rekomendasiyası var ki, siz nə qədər neçə il AWS Cloud mühitində bu domenlərdə təcrübəli olmalısınız ki, siz başlayasınız onların təqib etməyə bu medalları. Ki, bu belə hard requirement deyil də, təbii ki, heç sizin təcrübənizi ölçə bilməsin sertifikasiya vaxtı. Amma bunu burada sırf AWS-in özünün rekomendasiya kimi qeyd etməyinin bir səbəbi var. Çünki biz sertifikasiyaları aldıqdan sonra çox vaxt o biliyimiz, əgər biz onu tətbiq etmiriksə və tətbiq etmədən öyrəndiyimiz məlumatdırsa, çox qısa bir vaxt ərzində bizim yaddaşımızdan silinir və çox hal-hazırda belə bir referans kimi qalır beynimizdə ki, filan xidmətin filan funksiyonallığı var, mən filan ssenarini görmüşdüm, unutdum, indi girib təkrar edeyim, süni intellektdən dəstək alırıq, Google search edirik və s. Hansısa kimi sertifikasını edə bilərik. Mən burada sertifikasiyaları istəmirəm, yenə deyirəm, hamıların fanatıyam, mən də sevirəm. Mən demək olar ki, buradakı siyahının
tamamlamamışam, amma yaxın gələcəkdə planlayıram. Amma bərkidilməmiş informasiyadır əgər ki, biz onu tətbiq etməyəsin. Və biz bugün baxacaq ki, biz onu necə edə bilərik ki, biz daima öyrəndiyimiz informasiyanı tətbiq edərək öyrənək ki, bu informasiyanı unutmayaq. Növbəti slaydda bizdə burada gördüyünüz kimi qayıdırıq dokumentasiyaların üzərində, çünki həqiqətən də üzərində durulası bir mövzudur. AWS dokumentasiyası bir növ xəzinə kimi təsəvvür edin. O, həddindən artıq, belə deyək, həddi hüdudu olmayan böyük bir informasiya xəzinəsidir. Və bu xəzinə dediyimiz kimi çox peşəkarlıqla maintain olunur, yenilənir. Xidmətlər yeniləndikcə dokumentasiya da yenilənir. O bir növ budaqlanır, fərqli kateqoriyalara bölünür və architecture framework ayrıca develop olunur və təqdim olunur və s. Və biz bura istənilən vaxt qayıdacaq. İstənilən Google search edəkdən, onsuz da birinci çıxan səhifə həmişə AWS dokumentasiyası olacaq. Böyük ehtimal ki, əgər biz texniki məlumatı axtarırıqsa. Bu AWS dokumentasiyasının yalnız bir problemi var, o da onun həddindən artıq böyük olması və bizə lazım olan informasiyanın skopunu biz əgər başlanğıc səviyyədə isə çox rahat şəkildə tapa bilməməyimizdir. Yəni, siz gördüyünüz bu skan barkodla skan etsəniz, o sadəcə AWS dokumentasiyasına aparacaq. Məsələn, orada EC2 instance adi VM-ləri götürsəniz, 20 kateqoriya üzrə Windows, Linux, bütün onların detalları, EMI nədir, security qrupları və siz bir nöqtədən sonra əvvəlini oxuyub ortasını unudub və ya axırına çatında ortasını unudacaqsınız və s. Çünki məlumat, yəni bunu metodik şəkildə götürüb mən bugün bunu oxuyum deyə bir şey yoxdur. Çünki o yadda qalan qədər balaca və asan məlumat deyil. Həm də user-friendly deyil, yəni beginner-friendly məlumat deyil. Bizə bir növ bu xəzinədə xəritə və kompas lazımdır ki, biz düzgün naviqasiya etməyi öyrənək. Çünki bizə konkret bir vaxtda həmişə bütün informasiya yox, yalnız bir belə deyil, cövhər lazımdır. O böyük xəzinədə ki, biz onu tez tapa bilək və onu tətbiq edə bilək. Məhz o cövhəri tapmaq üçün, belə deyim, biz gərək təcrübə qazanaq və bir növ o chicken and egg məsələsi ortaya çıxır. Yəni, biz təcrübə qazanmalıyıq, hardan başlayaq, Udemy kurslara baxaq, sertifikat alaq, yoxsa necə. Bir növ, belə deyil, xəritə ehtiyac duyulur ki, olsun. Və bu anda mən sizə arsenalınızda mütləq olmalı olan bir məsələ haqqında danışacağım. Giriş olaraq kodlaşdırılmış infrastruktur və infrastructure as code konsepti. Bu mövzuya niyə keçdiyimizi birazdan anlayacaqsınız. Amma ümumilikdə bir giriş olaraq məlumat vermək istəyirəm ki, ən sadə dildə desək, bizim UI-dan, konsol üzərindən, qaydalarda, YouTube videolarında və ya hər hansı bir başqa yerdə olan videolar vasitəsilə baxdığımız o proseslər, elə AWS-in özünü təqdim etdiyi videolar və Skill Builder platformasında olsun. Yəni, bu prosesləri etmək əvəzinə onları deklarativ kod vasitəsilə yazmaq, konfigurasiya kodu şəklində bir neçə klikdə deyildi, bir neçə sətirdə etmək prosesi. Və o infrastructure as code dillərinin, utilitalarının ən çox populyar olan da təbii ki, Terraform. Bu barədə sizə məlumat vermək istəyirəm. Bir növ hər kəsin göz ardı etdiyi bir öyrənmə metodudur. Çünki təyinatı da infrastrukturu öyrənmək deyil. Yəni, birinci təyinatı onun infrastrukturu kodlaşdırmaqdır. Sadəcə olaraq o xüsusi, təbii xüsusiyyəti var ki, onu yalnız təcrübə əsasında kəşf edir hamı. Yəni, əgər siz onu başlamasınız tətbiq etməyə, heç vaxt onun bu xüsusiyyəti haqqında məlumatlı olmayacaqsınız. Çünki bu sizi onsuz da çəkməyəcək. İlkin etapda sizə maraqlı deyil infrastructure as code. Siz cloud-u öyrənmək istəyirsiniz ki, və ya da hər hansı bir provider öyrənmək istəyirsiniz ki, siz onu artıq hansısa level'a çatandan sonra kodlaşdırasınız. Təbii ki. Yəni, bu bir qədər məntiqə sığmır. Necə, yəni, kodla daha asan olur. Amma əslində bu həqiqətən də belədir. Bir növ infrastructure as code sizə asan şəkildə infrastrukturu öyrədir. Yəni, providerlərdən asılı olmayır. Gördüyünüz slaydda çox sadə şəkildə, yəni heç bir technical dərinliyə getmədən Terraformun necə işlədiyi, bir-iki komandada işlədiyi və s. göstərilir. Həqiqətən də bu belədir. Terraform mənim özümün adlandırım, nə var, nə yox məntiqi ilə işləyir. Konfigurasiya yazılır.
local olaraq store olunur, sizin bazanız kimi sanki lokalda həmin konfigurasiyanın state-i elə deyək və provider üçüncü tərəf sizə hansı ki API verə bilən, klient server məntiqi ilə uzlaşa bilən, istənilən texnologiya telefon provider ola bilər ki, elədir. Böyük ehtimal ki, provider da artıq yazılır. Bir növ bu üç tərəfli mənim konfigurasiyam, mənim infrastrukturum və mənim state-im üçü müqayisə olunur və onun əsasında siz kod vasitəsilə infrastrukturun müəyyən hissələrini dağıda bilirsiniz və yaxud da yarada bilirsiniz, hansı ki sizin state-də uzlaşmır. Google edə biləcəyiniz hər hansısa bir məlumatı paylaşmaq istəmirəm. Ona görə çox dərinə getmək də istəmirəm. Cəhd etməsələr, onsuz da o dediyim o nüansları heç vaxt bilə bilməliyik. Amma proses görüldüyü qədər çətin deyil, ümumiyyətlə çətin deyil, çox sadə bir prosesdir. Və ən maraqlı nüans ondan ibarətdir ki, sizin provider seçiminizdəki AWS deyil, mindən çox provider var, rəsmi şəkildə dəstəklənən. Bu providerlər yenə deyirəm, API serv edə bilən və ya client server məntiqi ilə uzlaşan istənilən texnologiya ola bilər. Olsun bu SQL, ola bilər Docker, Kubernetes, Helm, hər hansısa bir monitoring sistemi, SaaS sistemi, sizin ekspert olduğunuz və ya da gözəl bildiyiniz istənilən texnologiya hansı ki, öz sahənizə görə dəyişə bilər. Cisco, Palo Alto, hər hansı bir security mühəndislərinin işlətdiyi bu toollar, konfigurasiya toolları, yəni hamısı bu domendə var. Yəni hamısı bu providerlərin arasında. Yəni siz desəz ki, yox, mən cloud öyrənim, sonra tətbiq edeyim, bu əslində bəhanədir. Çünki sizin ekspert olduğunuz istənilən provider artıq modul kimi mövcuddur. Yəni plugin kimi yazılıb və sizin istifadənizə verilir. Yəni kifayətdir ki, siz dokumentasiyasına baxasınız. Gördüyünüz altda da nümunədir. Bu bildiyimiz AWS virtual maşını, instance yaratma. Gördüyünüz 8 sətirdə blokları saymasaq 5 sətirdə tabi edən bir yerdə. Yəni bu prosesin öz gözəlliyi ondan ibarətdir ki, bu barədə təbii ki danışacağıq. Bu prosesin gözəlliyi nədədir? Bu prosesin bizə verdiyi töhfələr nədir? Birinci növbədə biz artıq vizual olaraq heç nə düşünmürük. Vizual olaraq bizim providerlə bağlılığımız yoxdur. Biz artıq videodakı kimi memorize etməməliyik ki, harada nə etməliydik ki, bunu bir daha yarada bilərdik. Biz bilirik ki, AWS-in bütün komponentləri dokumentasiyada var və onu buradan skan edərək bu arada baxa bilərsiniz özünüz üçün nümunə olaraq ki, istənilən AWS resursu tam şəkildə, bütün funksionallığı ilə sizə o texniki sənədin içərisində təqdim olunur. Yəni, bizə verdiyi birinci növbə deklarativ düşünmə. Yəni, deklarativ kod nədir? Qısacası, bir növ sonunu təyin etmədən, yəni imperativ şəkildə təyin etmədən, sadəcə olaraq hansı state-də olduğunu ifadə edən kod. Bir növ, mən yaranmaq istəyirəm kimisindən və ona biz apply vurduğunda o yaranır və state-də öz yerini alır. Yəni, burada heç bir dərin OOP və ya da hansı bir başqa konsept yoxdur. Öz nüansları, öz funksionallığı, öz funksiyaları, öz modullu şəkildə bölünməsi və s. özünə məxsus məsələləri var. Lakin bildiyimiz proqramlaşdırma dillərindən fərqlənir və daha beginner friendly sayıla bilər. Əsasən də texnik insanlar üçün və texnik olmayan insanlar üçün də təbii ki, çox asan bir proses ola bilər. İkinci məsələ tövhəsi ondan ibarətdir ki, bu telefon dokumentasiyası bizim o dediyimiz xəritəyə və kompasa çevrilir. Hansı şəkildə? Kifayətdir ki, siz istənilən resursu telefon dokumentasiyasında tapasınız və onun bütün atributlarını, propertilərini və outputlarını bir səhifədə görə bilərsiniz. Yəni, texniki olaraq dokumentasiyada tam detalları ilə göstərildiyi kimi sizə göstərilməsə də, o AWS-in daxilində ola biləcək minlərlə komponent, o 240 üstəgəl servisin içində olan konfigurasiyalar, komponentlər hər biri ayrı-ayrılıqda sizdə dokumentasiyada bir səhifə kimi əksini tapır və siz bir baxışda onun sizə, ona nə edə biləcəyinizi artıq göstərir. Bütün funksionallığı ilə, bütün inputları ilə, outputları ilə siz başa düşürsünüz ki, mən məsələn Bedrock Custom modulunda nə edə bilərəm,
kastomizasiya üçün, modern kastomizasiya olması üçün nə lazımdır, necə oynaya bilərəm üzərində və ya da virtual maşının hansı propertilərini mən dəyişə bilərəm, onun imicini set edə bilərəm, tağını verə bilərəm və s. Hansını ki, anlamaq üçün sizə lazımdır səhifələrlə AWS dokumentasiyası axtarıb bir yerə gətirmək. Məsələn, nədir, siz böyük ehtimal ilk dəfə baxanda orada heç nə bilməyəcəksiniz. Yavaş-yavaş onu dokumentasiyada taxıb oxuyacaqsınız. Və ya da sizə lazım olan hissəsini götürüb dokumentasiyada tapacaqsınız. Bu sizin bir növ kompasınız, bir növ xəritəniz olacaq ki, o cövhəri sizə lazım olanda tapasınız. Və bir müddətdən sonra böyük ehtimal ki, siz bütün resursunuz sizə verə biləcəyi o üstünlüklərin hamısını mütəmadi olaraq işlədirsinizsə təbii ki, görəcəksiniz. Deməli, üçüncü məsələ learn by doing. Bu dediyimiz o action super gücü, hansı ki, bilik möhkəmləndirilir actionla. Əgər ki, kod yazılıbsa, o run olunmalıdır. Əgər ki, kod yazılıbsa, o debug olunmalıdır. Əks halda o kodu niyə yazırıq? Heç bir əhəmiyyəti yoxdur, düzdür? Bəs edib baxa bilərik. Kod yazmaq, infrastruktur kodunu yazmaq sizi vadar edir ki, onu test edəsiniz. Və bu bir növ subliminal şəkildə sizdə vərdiş halını alır və siz görürsünüz ki, siz yazdığınız onu edirsiniz və istifadə edirsiniz, problem alırsınız və o problemi həll edirsiniz. Dolayısıyla siz bir növ hər bir sətirdə implementasiya etmiş olursunuz. Bu da onu o action'ı asan etmədir. Çünki mən dokumentasiyanı oxuyub ya da architecture log'a baxıb, oradakı olan o qəliz arxitekturanı yaratmaq istəmərəm ilk anda. Birinci elə bir vasitə və biliyim yoxdur. İkincisi, yəni ilk əgər başlanğıc steplərində olan cloud mühəndisiyimsə, mən onu oxuyandan sonra yalnızca feyziyab olacağım, amma onu götürüb öz cloud infrastrukturunda qaldırmayacağım. Həm price-ə görə, həm də çətinliyinə görə. Amma biz xırda-xırda başlasaq, təbii ki, kod vasitəsilə bunları etməyə, bir müddətdən sonra özümüzdə ekspert vəziyyətinə gələcək. Dördüncü ən böyük tövbəsi isə, dediyimiz kimi, məhz onun o kod halına gətirməsində prosesi. Biri var, siz klik vurursunuz, video çəkirsiniz. Bir də var ki, siz artıq gördüyünüz işi kod olaraq, artefakt olaraq toxuna biləcəyiniz konkret bir kod halına gətirirsiniz. Və həmin andan etibarən siz onun üzərində müxtəlif əməliyyatlar edə bilərsiniz. Ən sadəsi saxlayıb sonradan istifadə edə bilərsiniz və ən gözəl tərəfi isə yaradıb sonra yaratdığınız kimi də anında dağıda bilərsiniz ki, sizə çox kost təsir etməsin. Yəni, mən orada öz təcrübəmdən deyə bilərəm. Kubernetes klastırı, EKS klastırını yaradıb, səhər yaradıb, günorta sildiyim olurdu, gündə 5 dəfə. Yəni, hər həftə ərzində ki, çox kost yazmasın, amma mən onun üzərində istədiyim əməliyyatlara apara bilim. Minimum effortla, bir klikdə, bir sətirdə yaradıram, bir sətirdə də olmasa, yəni bir komandada yaradıram, bir komandada silirəm ki, optimal olsun və o, mən gedib orada onun arxasında duran o yüzlərlə komponenti bir əllə silim və ya da silməyi unudum və qalsam NAT gateway üzərindən mənə məsələn build gəlsin, 50 dollar, ayın sonu, yəni belə şeylər olur. Ona görə bu cost optimization cəhətində çox mükəmməl bir vasitədir. Və burada o dediyimiz növbəti stepdə super güc məsələsi. Terraform biliyinin təbiəti məhz onunla dediyimiz kimi fərqlənir ki, o sizi action-a vadar edir və siz edərək öyrənirsiniz. Nəticədə siz boş məlumat almış olmursunuz, unudacağınız məlumat almış olmursunuz. Siz bunu store edirsiniz, saxlayırsınız və s. Ona görə də bu super gücdən belə deyək, Terraformdan istifadə etmək üçün 6 best practice mi, məsləhət mi, rekomendasiya mi deyim, ən sadə Terraformla başlayırsınız. Özünüzün ekspert olduğunuz, o yenə deyim, Docker ola bilər, QA tool ola bilər, security tool ola bilər, networking ola bilər. Sizin sahənizə uyğun hər hansısa bir element ola bilər. Bu Git ola bilər, GitHub, GitLab ola bilər, repozitoriya yaradılışı ola bilər. Məsələn, şirkətinizdə repo yaradılışının avtomatlaşdırılması üçün konkret konfigurasiya yaza bilərsiniz ki, yəni hər dəfəsində siz ayrı reponu, ayrı environment variable yaratmırsınız. Yəni, basic ilə başlayırıq, HCL sintaksını öyrənirik, hansı ki, bütün providerlər üçün eynidir. Bir dillə biz bütün istədiyimiz provideri idarə edə bilirik və o, həmin o dediyim deklarativ dildə hansı ki, çox asandır. Yavaş-yavaş AWS elementlərlə
adopt edirik. Telefon dokumentasiyasını apply edirik. O dediyimiz o nüansları nəzərə alırıq ki, optimallaşdıraq, o xəritə kimi istifadə edək, hər bir resursu dərindən öyrənək. İnkremental olaraq çətinləşdiririk prosesi. Məsələn, EC2, sonra scaling əlavə edirik, auto-scaling qrup əlavə edə bilirik, sonra load balancer qoşuruq, sonra içinə bir, məsələn, web server yazırıq, sonra içinə kod yazırıq və s. Hamısını edirik yavaş-yavaş və kodumuzu mütəmadi olaraq push edirik ki, biz sonradan onu davam edə bilmək. Yəni, siz günün başlanğıcında o prosesi başlasaz, axırında silsəz, hər dəfə təkrarlasaz, axırında bezəcəksiniz. Amma kod kimi saxlasaz, qaldığınız yerdən o quicksave oyunlarda olan kimi oradan davam edə biləcəksiniz. Deməli, burada bir son slayddır. Bu slayd həmin o dediyim artefakt məsələsi ilə bağlıdır. Biz infrastrukturda edəcəyimiz dəyişiklikləri və onun idarə olunması prosesini kodlaşdıra bildikdən sonra, ona toxuna bildikdən sonra, onu edit edə bildikdən sonra, git push etdikdən sonra, bu artefaktı çevirdikdən sonra bizim Pandora qutumuz açılmış olacaq, yaxşı mənada. Bu Pandora qutusu DevOps, DevSecOps, ümumiyyətlə bütün ağlınıza gələ biləcək automationların koda tətbiq olunması prosesinin infrastruktur koduna da tətbiq olunmasıdır. Çünki artıq koddursa, biz etdiyimiz o bütün fancy şeyləri buna da edə bilərik məntiqlə. Deməli, yəni bir növ bildiyimiz bütün DevOps utilitaları və security utilitaları, pipeline'lar, policy as code yanaşması, infrastrukturun kodlaşdırılmasının standartlarının təşkilat səviyyəsində təyin olunması üçün o politikaların yazılması, Sonar, Cube və yaxud da hər hansı digər o linting toollarıdır, validation toollarıdır. Infrastruktur kodu əsasında infrastrukturun xəritəsinin çəkilməsi üçün bizə available olan toollar var. Məsələn, Inframed və s. burada ikonkalarını görürsünüz. Jenkins, GitHub, CI/CD, GitLab CI və s. kimi pipeline utilitaları üzərindən PR vasitəsilə plan olunması, infrastruktur kodunun yoxlanılması və apply olunması proseslərini təşkilati şəkildə dərəcədə avtomatlaşdıra bilərsiniz. Bir qurum daxilində ki, heç kəs validasiya olunmayan infrastrukturu yaratmasın. Bir növ nəzarət mexanizmi olaraq. Sonra security toollarda TFSec, məsələn, open source, Snyk və digərlər, TerraScan var, məsələn, çox məşhur. Bunların hamısı open source bu arada, Snykdən başqa hesab etmirəmsə. Sonra combine edə bilərsiniz digər automation toollarda. Yekunda security compliance məsələsidir, polislərin enforce olunmasıdır, dokumentasiyanın generasiya olunmasıdır kod əsasında, infrastruktur kodu əsasında. Test etmə, validasiya, bu dediyimiz məsələlər, CI, CD, continuous provisioning, normal deyəlim hətta, nəinki deployment. Deployment orkestrasiyası, məsələn, yekunda o dediyimiz multi-tenancy məsələləri çıxa bilər. Siz eyni kodda hər tenantınızı müştəriniz üçün fərqli parametrlərlə bir neçə dəfə infrastruktur provision edə bilərsiniz. Və GitOps. GitOps prinsipləri ən az minimum 3 ilə, yəni versiyalanma olmalıdır, deklarativlik olmalıdır, GitOps yanaşmasında immutable olmalıdır və continuous reconciliation. Bu üçü ilə də uzlaşır. Bir növ infrastructure as code GitOps'un bir növ bir qoluna çevrilir. Yəni siz artıq o bilmədiyiniz və yaxud da klikləyərək öyrəndiyiniz məsələləri kodlaşdıraraq, onun üzərində çox advanced prosesləri tənzimləyə bilərsiniz. Yenə bir son olaraq sizə demək istəyirəm ki, ən əsas məsələ başlamaqdır. Başlanğıclar önəmlidir, cəhd etmək lazımdır, yoxlamaq lazımdır və özünüz də görə bilərsiniz ki, sizə ilk baxışdan çox qəliz gələn proseslər əslində çox sadə məsələlər və sizin həyatınızı asanlaşdırır. Təşəkkür edirəm. Bu connectionlar üçün gördüyünüz kimi QR-lardır. Yəni connection ata bilərsiniz, izləyə bilərsiniz. Təşəkkür edirəm. Q&A məsələsində mənə belə başa düşürəm, heç kəs dəstək olamayacaq. Çünki heç kəs başa düşmədi, qonaqlarımızdan sualları da başa düşməyəcəklər. Ona görə sual-cavab məsələsində istəyirsiniz başlayaq, zəhmət olmasın. Sağ olun, teşekkür ederim təqdimat üçün.
Mən kurslar barəsində sual vermək istəyirdim. Bilirsiniz ki, internetdə artıq çoxlu fərqli kurslar var. Və bir öyrənən olaraq siz deyə bilərsiniz ki, bu kurslar, digər kursların ən başlıca fərqi nədir? Hansı bacarıqlar bizə verir ki, biz onu tətbiq edəndə bizim üçün daha faydalıdır. Bu, məsələn, qiymət də ola bilər, instruktor da ola bilər, dəyişir. Bəli. Orada göstərilən kurslardan, platformalardan, yəni mən söz partiləri deməyəcəm və orada və kurslar və sayfaları bilirik, istifadə edirik. Əsas fərq, məsələn, sırf skill builder da orada subscription məsələsi var sadəcə olaraq. Aylıq subscription. Bu arada ona çox dəyir. Yəni o hər, belə deyim, dollarını yəni layiqdir o platforma. Nəyə görə? Çünki belə deyim də, orada sizə yalnızca nəzəri məlumat deyil də, sizə həmçinin orada yaxşıdır biləm. Orada yəni nəzəri məlumat deyil də sizə bildiyiniz accountlara giriş təmin olunur, temporary accountlara. Orada sizə oyun vasitəsilə AWS Cloud-un öyrənilməsi kimi vasitələr təqdim olunur və hətta orada pulsuz bəclər də verilir. Sizin heç bir imtahan olmadan sırf bəcr yığmaq istəsəniz, məsələn, ən az 20-yə yaxın bəcr var ki, onu internetinə əlavə edə bilirsiniz. Yəni, siz kursu keçdikcə həm bəcr alırsınız, həm oyunu oynaraq öyrənə bilərsiniz. Məsələn, orada AI, Generative AI barəsində bir oyun var, bildiğiniz Cloud Quest. Çox maraqlı bir şeydir. Demirəm, oyun oynamaq lazımdır, amma maraqlıdır. Yəni, insana çəkilir. Yorğun olandan da məsələn, onu götürməyə gedir. Çox, yəni bir növ, yıllar çıxmaqda sən informasiya qəbul edirsən. Yəni, bunu post edərsiniz də, bizi kimi insanlara baxarıq. Təbii ki, edəyərək. Yəni, Cloud Quest demosu hətta bir gün edəyərək, çox maraqlı olar. Oradakı personajı özünüz yaradırsınız, məsələ sizə hər questdə xüsusi bir AWS account verilir, giriş edirsiniz. Ən böyük value'su skill builder'ın ondan ibarət ki, sizə birbaşa hands-on vasitələri verilir. Yəni, siz account-a daxil olursa problemi həll edirsiniz. Sizin artıq ehtiyacınız yoxdur, account yaradıb, içində problem yaradıb, sonra həll etməyə. Sizə hazır senarilər verir. Heç bir kursda bu təqdim olunmur. Yəni, mən bildiyim qədərilə olanlar da yaxşı maintain olunmur. Yəni, ona görə də mənim fikrimcə o, yəni, alternativlər arasında yer almalı olan platformalardan. Teşekkür ederim məlumatlar üçün. Bilmək istəyirəm ki, bu proqramlaşdırma dillərində olur, məsələn, bir dil öyrənmisi o dillərə yavaş-yavaş uyuşmaqla anlaşır. Telefonun sözlərdə, Cloud-da tətbiq edilir. Yəni, AWS sözlərindən öyrəndiyi qalanlar da siz dediyiniz kimi, yəni, öyrədə gedirmi? O dilinizi araşdırırsınız, tapırsınız, edirsiniz. Yəni, tutan ki, AWS sözlərindən öyrəndiysə, o bir gün Azure keçmək lazımdır, bu sürətli bir proses olur, yoxsa ayrıca bir Əlbəttə, baxın, AWS daxilində infrastructure as code üçün nəzərdə tutulan servis var, CloudFormation. CloudFormation çox gözəl vasitədir, stəkləri var, multi-account üzərində çox gözəl automationlar durma olur və CloudFormation-da Terraform'un içində istifadə etmək olur. Fərq ondan ibarətdir ki, siz Terraform'un HCL sintaksını bir dəfə öyrənirsiniz. Ondan sonra dəyişən yalnız provider konfigurasiyasıdır. Yəni, sintaks heç vaxt dəyişməyəcək. Eyni sintaksla fərqli resurslar, fərqli providerlər, istər Azure, istər GCP, istər AWS, istər Docker, istər SQL komandaları belə eyni formatda qalır. Onun əsas value'su bundan ibarətdir ki, bir növ general olduğu üçün tam şəkildə siz onu bircə dəfə öyrənməyə bir neçə provider tətbiq edə bilirsiniz. Və beləliklə sizin o təcrübəniz artır, o sürətiniz, öyrənmə sürətiniz artır. İstənilən texnologiyalar. İstənilən texnologiyanın dokumentasiyasını oxumaq əvəzində resursun necə yaradılışını Terraform'da baxsasınız, bilirsiniz, sintaksı bilirsiniz. Siz bir növ, belə deyim də, 10 addım irəlidə olmuş olursunuz. Yəni, bu sırf mənim təcrübəmdir belə və bunu belə edən insanların da təcrübəsindən
100% deyə bilərəm ki, yəni ən gözəl üstünlüyü məhz bundan ibarət ki, siz bunu artıq bircə dəfə öyrənəndən sonra bu Java-dan C#-a keçməyə bənzəməyəcəkdir, yəni o mənada. Bəs bir şey, tutaq ki, cloud mühiti yoxdur, onda telefonun istifadəsi ümumiyyətlə məntiq uyğundur, Əlbəttə ki, baxın, siz əgər ki, Docker və yaxud da hər hansısa bir lokalda bir var, Git reponun yaradılması kimi bu prosesləri avtomatlaşdırmaq üçün və yaxud da sırf Terraform sintaksını öyrənmək üçün və onun üzərində əməliyyatlar aparmaq üçün birinci növbədə edəcəyiniz şey budur. Mən məsələn özüm Terraformu Docker üzərindən öyrənmişəm, ilk dəfə öyrəndiyim ərəfələrdə. Çox maraqlı bir şeylər yaratmaq olur. Düzdür, onların apply olunacağı çox bir yeri yoxdur, yəni mən lokalındakı Docker engine idarə edirdim. Amma mən o vasitəsilə edə biləcəyim hər şeyi öyrəndim, ondan sonra digər providerlərə keçdim. Yəni bu çox gözəl təcrübədir. Buyurun. Başqa sual olacaq mı? Salam, teşekkürler. Ben de hoşuma bir sual verirsin. Ama biraz farklı ki, böyle mesela DevOps'tan müəyyən qədər bir anlayışımız varsa, MLOps'la bağlı çok fazla mesela pozitif şeyler görürəm. Bu ne kadar fərqlənir? Mənə onunla bağlı bir anlayışım, onunla bağlı bir sual vermək istəyirəm. DevOps'tan müəyyən qədər anlayışım varsa, özümü atıp bunu edə bilərəm, yoksa birinci bir training keçməliyəm ki, orada bir product? Mənim fikrimcə bir növ ayrılmalı olan sahədir. Ümumiyyətlə, sahə kimi yanaşmasam da, yəni DevOps development prosesləri ilə məşğul olub, onların tövhə verən, o məntiqdə tövhə verən insanlardan ibarətdir. Yəni DevOps söz var da, hamıdır, hansı ki, prosesdə iştirak edir. Əgər ki, ML prosesi varsa, avtomatik olur. O insan o prosesdə heç vaxt iştirak etməyibsə, o heç vaxt onun operations tərəfini bilməyibsə və kod tərəfində bilmirsə, təbii ki, böyük bir learning curve var ortada. Yəni siz öncə o prosesin bir hissəsi olmalısınız. Ümumiyyətlə DevOps, MLOps vəzifə kimi yanaşmasa, prosesin bir hissəsi olmalıyıq. Prosesdə iştirak etməli ki, orada edə biləcəyimiz o optimallaşdırmalı detekt edə bilək. Mən şəxsən özüm bilirəm ki, yəni mən keçid etmək istəsəm, o adi, məsələn, adi vektor databazlarının işləmə prinsipini tam olaraq qəsb etməliyəm. Orada data pipeline'ları necə qurmaq məsələn, bu üsullar tam dəyişdiyi üçün orada təbii ki, learning curve var. Yəni prosesin bir hissəsi olmalı ən gözəl başlanğıcdır. Ondan sonra artıq nəyə optimallaşdıracağımızı bilirik ki, bu bütün sonunda ops olan üsullar da buna xidmət edir. Teşekkürler sana. Çox sağ olun. Buyurun. Ben de sormak istedim. Tabii ki biz EBS'i öğrendik telefon üzerinden ve bir her şeyi yaratabilirdik. Ama böyle diyeyim, nadir hallarda cloud'a UI'ne girip neyse orada icra edildik. Sonra bir yere gelende bizden sonra verirler ki burada buraya girip bunu edenden ne alınır veya nece edirsən. Biz de ona cevap verir ki biz aynı zamanda kod üzerinde her şey bunu bilmirik. Yani bu tür yanaşmak, bunu öğrenip sonra onu öğrenmeli, yoksa onu öğrenip bunu öğrenmeli. Yani sonunda biraz... Çok güzel sualdır əslində. Bəli? Buyurun. Yani aslında bu çok maraqlı oldu. Yani normalde birçok hallarda UI'yi öğrenmiş sonra ikincisi de esasen de. Çünkü birinci adımlamışam, grafik interfeysdə başa düşmeye çalışırdı. Ama eğer siz fikrimcə bir yerde kimsə sizə yani sualı verirsə, okey de ben kodda edebilirim ben Terraform'un ama grafik interfeysi bilmirsinizsə yok bu qəbulundan değil, ben siz o yeri getməyəcəksiniz. Birisi də məsələdir. Mən razıyım bu yanaşmada. Baxın, UI hər il dəyişilir, dizaynı dəyişilir, dark mode gəlir və s. və ilə. Əslində bu gözəl argument deyil, siz onu geri dönüş edə bilərsiniz ki, yəni mən öyrənəndə UI başqa cür idi kimisindən, mən artıq kodda yazılır və s. Əslində o elə də əhəmiyyət daşımır, çünki UI-dan bunun edilməsi, yəni bir dokumentasyon oxuyanda orada quick start var da, yəni quick startda sizə göstərilir ki, filan şey necə. Amma siz o prosesi izah etsəniz ki, mən bura bu payloadu qoyuram, bunu bura yapışdırıram, bunu bura send edirəm və bu alınır. Siz o flow-u izah etsəniz, siz daha üstünsüz nəinki onu klik edərək izah edəsiniz. Yəni siz bunu bir növ qarşı tərəfə, yəni məncə çox məntiqli şeydə çəkdirərsiniz. Mən bütün prosesi əzbərə bilirəm və bütün prosesi sizin üçün nizamlaya bilərəm. İstəsiniz JSON vasitəsilə, istəsiniz HCL vasitəsilə, istəsiniz AWS CLI və yaxud da CDK və yaxud da istənilən kod implementasiyası. Əsas o məntiqi bilməkdir. Yəni ən böyük üstünlük sizin o məntiqi bilməyinizdir. Bunun
Bunun heç bir fərqi yoxdur ki, siz ona hansı vasitə ilə həmin state açırdınız. Sadəcə olaraq infrastruktur responsu üstünlüyünüz olacaq ki, siz o etdiyinizi bir də etməyəcəksiniz və etdiyinizin müəyyən flavorlarını sadəcə olaraq hissəsinin inputlarını dəyişərək edəcəksiniz. Yəni siz çox böyük vaxt qazanacaqsınız. Siz o linterlər, o copilotların da sizə köməyi daha da çox olacaq. Yəni bir süni intellekt məsələn klientinə izah etmək sizin konsoldakı prosesinizi ki, o sizə kömək etsin promptda məsələn daha çətindir, nəinki sonra telefon kodunu və siz üzəriş etsin, düzdürmü? Yəni siz bir növ həddindən artıq çox bir şeydən özünüzü belə deyək məhdudlaşdırmış olacaqsınız, əgər ki, siz onu həmişə konsoldan etsəniz. Siz bu nüansları izah etsiniz, məncə çox gözəl bir cavab olmuş olacaq, düzdürmü? Təşəkkür. İndi istəyirəm mən bu kitabı götürüm və qalib. Mənim fikrimcə çox gözəl suallar səsləndir. Amma onu mən o xanıma verməsin üçün çox gözəl suallar verdi. Yəni, bütün suallar gözəl idi. Məncə xanım çox məncə qaçırmağını istəməyəcəyiniz, məncə nə deyək, pik nöqtəsində məclisin, belə deyək. Ona görə də Victor, could you please approach us and let's enable your hardware. Please go on. Yeah, sure. I know I believe most of you will understand, but I promise I will be very fast. I will do my best to be very quickly. Let me do some demo. I need to switch deck here. Let's start from the back.